Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodisti. Bəzən belə bir hallar yaranır ki, adətən mövzumuza keçirməmişdən qabaq belə bir şey deyək. İnsanlar arasında hər hansı bir sosial platforma idarə edən zaman WhatsApp, Instagram, TikTok, Facebook və yəni indiki adıyla Meta. Bəzən olur ki, insanlar adətən hər hansı bir-birlərinə yazılan mesajları ki, cavab verəndə bir-birlərinin arasında ünsiyyət pozğunluqları yaranır. Bu da bizim bugünkü mövzumuzun adıdır. Yəni, bugünkü mövzumuz ondan ibarət olacaq ki, insanlar arasında bir-birinə həqiqətənmi olan hörmətsizlikmi, yoxsa işlərinin olunub həmin mesajları geri dönüşün gec olması mı? Bəzən doğrudur, yəni bilmədən qarşı tərəfi günahlandırmaq, yoxsa mı həqiqətənmi saymamazlıq ünsürləri var. Gəlin bu məsələni belə bir müzakirə edək və bəzi şeylərin həqiqətən necə olduğunu danışaq. Bəzi insanlar var ki, həqiqətən gün ərzində çox məşğuldur. Məsələn, hər hansı tutaq ki, 2-3 işi var əlində, daimi olaraq həyat tərzi ağırdır və maddiyyatı zəif olduğu üçün daima çalışır ki, həyat tərzini düzəltsin. Amma bəzi insanlar da var, bir məsəl var, Lord ilə səslənir, hətta biraz kobuddur. Yəni, o qarşı tərəfə o üz verir, amma astar istəyir məsələ. Yəni, o dərəcədə dəyər verilir ki, və qarşı tərəf artıq dəyərini sui-istifadə etməyə başlayır. Məsələn, indi mesajlaşılır həmən insanla, birisinin ürəyim istəmir cavab yazmaq. Getdi 1-2 saat sonra. Və belə qarşı tərəfdə belə bir ünsiyyətin pozulması nəticəsində belə bir ünsür meydana gəlir ki, elə mi oldu? O gündən mən də sənə hörmətsizlik edəcəm kimi düşüncələr yaranır. Deməli, nəticədə insanlar bir-birləri arasında həqiqətən olan zəncirvarı bağlamanın qırılma nöqtəsi olur. Niyə dünənə qədər sən deyildinmi? İstəyən hər hansı bir istəyir dostluq, istəyir sevgi, istəyir hər hansı bir yaxınlıq münasibətində telefonun başında oturan indi aktivliyim var və cavab ləngiyir. Və nəticədə insanlar arasında münasibət pozulur. Həqiqətən olan güvən o sıfır. Təbii ki, hər kəsin problemi, hər kəsin işi ola bilər. Qabaqcadan məlumat vermək olar ki, mənim işim var, narahat olma. Yaxud sənin işin var, sən məlumat ver ki, narahat olma. Deməli, əgər bu ünsürlər pas keçilib, X və birbaşa daimi olaraq bir dəfə, 2 dəfə saymamazlıq varsa, sən orada ki, qalmamalısan. Həmən insanı silib həyatına baxmalısan. Çünki səslənən bir gözəl ifadə var. Sən dəyərlisənsə, mən səndən də daha çox dəyərliyim. İnsan ilk başda özünə dəyər verməlidir. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz və yaxud fikirlərinizi varsa qeyd edə bilərsiniz. Və unutmayın ki, insanı dəyərsiz edən dəyərsiz olunan yerdə qalmaqdır. Dəyərli olmaq üçün ilk başda insan özünü və öz həyat fəlsəfəsini yüksək tutmalıdır. Alçaq həyat fəlsəfəsi insanı daima mənfiyə sürükləyə bilər.